gördüyümüz kiçik mina PFM-1 minasıdır. Bu əllə quraşdırılmır. Bu səpmə minadır. Raketlərin, aviasiya bombalarının və yaxud da xüsusi səpmə qorğuların vasitəsilə əraziyə daxil olmadan əraziyə səpilir. Bunun PFM-1S seriyası minaları özünü məhv etməsi var ki, bir neçə saatdan sonra özlərini məhv edirlər. Amma statistikaya görə o özünü məhv etmə sistemi olanların da 25%-ə qədəri məhv olmadan ərazidə qalır. Gördüyünüz kimi, çox uşaqlar üçün cəlbedici bir quruluşu var, çox kiçik ölçülüdür, üstü polietilendir, yumuşaq materialdandır və üzərinə ayaq basdıqda gövdənin içərisində plastik partlayıcı maddə maye şəklindədir. Maye şəklində partlayıcı maddə basılaraq vurucu mexanizmi işə salır və ayağın zədələnməsinə gətirib çıxardır. Bizim ərazilərdə çox sayda olmasa da tək-tək hallarda aşkar edilib, əsasən 1-ci Qarabağ müharibəsi zamanında döyüş getmiş ərazilərdə aşkar edilibdir.